Salam əziz və böyük Türk millətim. Salam olsun MGTV izləyicilərimizə. Salam olsun Mustafa bəy sizə. Demək bu günləri yeni xəbərlər aldım. Bu Xocalı qatillərini, bizim milləti qıranları, şəhid edənləri, körpələrimizi doğrayanları Ermənistana geri göndərdilər. 4 nəfərini. 4 erməni itini. Buradan bir söz demək istəyirəm. Hər kəs eşitsin. Bunu edənlər, siz bu millətin zəfərini ayaq altına attınız. Siz bu millətin namusuna, şərəfinə tapdaladınız. Bunu etməklə. Şəhidlərimizə heçə döndərdiniz. Bu işdə kimlər imza atıbsa, bu işi kimlər edibsə, hamısı tarixə, vətənə və millətə xain kimi düşəcəklər. Düşdülər də. Yarın Xocalı anım günündə də gedib orada gül qoymağınıza, heç ondan sonra getməsəz yaxşıdır. Nə də şəhidlərin qəbrinin üstünə. Allah'a emanet olun. Əziz və böyük Türk millətim. Nə mutlu Türk'üm deyənə.